hər kəs üçün faydalı olan, amma təşvişli insanlar üçün xüsusən, çünki onların həyatına nəzər saldıqda mən öz praktikamda onu görürəm ki, maraqsızdır, monotondur, rəngarəng deyil həyatları, düzdürmü? Və bunu etdikdə, indi ona sonuna doğru deyəcəyəm nə etdikdə. Bunu etdikdə həm sinir sistemi müəyyən qədər stabilləşir, sakitləşir, həm insan özü huzur tapır, özündən məmnuniyyət yaranır həyatından. Deməli, bu nədir? Hər gün, düzdür, çox bəsit bir şeydir, çox sadə bir şeydir. Yəni düşünə bilməzsiniz ki, sadə olan belə bir şey həyatınıza o qədər fayda gətirəcək. Bu nədir? Hər gün axşam və yaxud səhər işlərinizi planlamaq. Amma yazılı şəkildə. Bunu ay düşüncəmdə eləyim. Xeyr, bu o qədər dəqiq deyil. Bu belə gözünüzün qabağında deyil axı. Göz qabağında olanda daha aydın olur, daha strukturlu olur. Deməli, yazılı şəkildə, amma ora, məsəl üçün, gün ərzində bir 5 hansısa işinizi ora əlavə eləyirsiniz siyahınıza, planlaşdıranda işlərinizi və çox gözəl olar ki, təşvişli insanlar heç olmasa həftənin 5 günü səhərlər tutalım ora idman daxil eləsinlər. Lap 3 dəqiqə, lap 5 dəqiqə, 10 dəqiqə. Təşvişli insanlar düzdür, hövsələsiz olurlar. İlk zamanlarda ola bilər etmək heç istəməsinlər. Amma lap 1 dəqiqə ilə başlayın, balaca addımlarla başlayın, sonra yavaş-yavaş artırarsınız. Lap da artırma olsun, fərqi yoxdur. Həftədə 2-3 dəfə ora hansısa bir əyləncə də salın. Ola bilər evin içində uşaqlarınızla, ola bilər dostlarınızla, rəfiqələrinizlə, evdən kənarda ola bilər, evin içində də ola bilər. Yəni həftədə heç olmasa nə isə bir əyləncə kimi planlaşdırın. Həftənin heç olmasa 6 günü, gündə 2 dəfə meditasiyalar etmək. Sonra geri qalan sizin öz işləriniz. Artıq hələ ev işləridirmi bu və yaxud özünüzün deməli peşənizlə bağlı nə planlarınız varsa və mütləq ki, günün sonunda nələri etmisinizsə onlara görə özünüzə deyin ki, nə gözəl, əhsən, bunları mən elədim, yanında belə bir deyirlər, quş qoyursan, eləyə bilmədiyin, nəyə ki, çatdırmadın, amma ona görə də özünü danlamaq qətiyyən olmaz ki, bunu çatdırmadım, bunu eləyə bilmədim. Nəyi çatdırmayanda, eybi yox, insanam, mən robot deyiləm. Planlaşdırdığım hər bir şey ola bilər çatdıra bilməyim, ola bilər mən özümü biraz pis hiss eləyim o günkü gün, ola bilər qonaqlarım gəlsin. Yəni buna ha tərəfdən baxırsan bax, insan üçün ancaq faydası var və mütləq ki, insan həyatına bir huzur, bir rahatlıq gətirir.